Salam hörmətli tamaşaçılar. Bugünkü qonağımız çox tanınmış bir insanımızdır. Mübariz görüşlü jurnalistdir. İlk növbədə istəyərdim ki, Mübariz müəllim, sizə təbrik edəm. Ona görə ki, sizin fəaliyyətiniz cəmiyyət üçün çox əhəmiyyət daşıyan bir sənət sahibisiniz və həm də jurnalistikanın 150 illiyi münasibətilə siz də təltif olunmuş nümayəndələrimіздənsiniz. İstərdim ki, tamaşaçılarımıza özünüz haqqında necə oldu bu sənəti seçdiniz və fəaliyyət qısaca bir məlumat verəsiniz. Buyurun, zəhmət olmasa. Təşəkkür edirəm, çox sağ olun. Mən də salamlayıram tamaşaçıları və xoş sözləriniz üçün də minnətdaram sizə. Mən qeyd edeyim ki, orta məktəbi Bakı şəhərində oxuyub bitirmişəm, Xətai rayonunda. Daha sonra Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsindən yolumuz düşübdür. Bakalavr, magistr və indi elm iş üzərində çalışıram elə jurnalistika fakültəsində və elə qəbul olduğum ildən də 98-ci ildən də mən mətbuatda çalışmağa başlamışam. Olaylar qəzetində, 525-ci qəzetdə və Şərq qəzetlərində çalışmışam. Daha sonra Türkiyəli jurnalını təsis etdik. Ondan bir neçə sayılanlarını çap elədik. Qeyri-hökumət təşkilatı təsis elədik. 2005-ci ildə Müasir İnkişaf İctimai Birliyi və məqsədimiz də sırf Türk xalqlarının əməkdaşlığı məsələləri oldu və bu il artıq 21 ili, iyun ayında 21-ci ili tamam olacaq Müasir İnkişaf İctimai Birliyinin. Talih elə gətirdi ki, mən ömrümüz jurnalistikaya bağlanası oldu. Bir qədər böyük ifadə kimi qəbul olunmazsa əgər və sağ olsun ki, Azərbaycan Prezidenti Cənab İlham Əliyevin fərmanı ilə təsis olunan Azərbaycan mətbuatının 150 illik yubiley medalı, Medianın İnkişafı Agentliyi, onun sədri Əhməd İsmailov və digər təqdimat verən Əhməd müəllim imzası ilə biz bunu aldıq və digər təqdimat verən şəxslər də sağ olsunlar. Bizi də bu medalı təltif etdilər, layiq gördülər. Çox sağ olun ki, siz də qeyd elədiniz. Bax, belə bir jurnalist olaraq çalışmalarımız var, qeyri-hökumət təşkilatı rəhbəri olaraq, eyni zamanda siyasi şərhçi kimi Azərbaycan Prezidentinin fəaliyyəti, Türk dünyasının inteqrasiyası istiqamətində fikirlərimizi bölüşürük mediadakı dostlarımızla. Eyni zamanda Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsindən yolumuzu əvvəl tələbə kimi, bugün orada müəllim kimi çalışırıq. Ən son olaraq da Elmlər Akademiyasının, bizim elm məbədinin incisi olan Mərkəzi Elmi Kitabxanada həm də mən çalışıram. Beynəlxalq Əlaqələr şöbəsinin müdiri olaraq. Nə gözəl, nə gözəl. Bilirsiniz, mənə elə gəlir ki, hər bir insanın həyatda seçdiyi peşə və onun fəaliyyət istiqaməti var. Və hər birimizin də bir boyun yükü var. Yaşadığımız bu dövr rəngarəngdir, maraqlıdır. Və insanlarımızda belə bir fikir formalaşır ki, bizim yaradıcı insanlara çox böyük ehtiyacımız var. Nədən? Çünki yaradıcı insanlar sözün həqiqi mənasında xeyirxahdır, xislət xeyirxahdır və onların bir dənə amalı var. Düz yola istiqamətləndirmək və fəaliyyətində fəal olmaq. Bizim üçün maraqlıdır. Mübariz müəllimin fəaliyyət istiqamətləri deyəndə əsasən hansı sahələrdir? O əhatə edib bir jurnalist kimi. Zəhmət olmasın. Təşəkkür edirəm. Məni hər zaman elə orta məktəbin yuxarı sinifində oxuyarkən də, tələbə kimi də təhsil alarkən də hər zaman siyasət maraqlandırıb məni. Siyasi məsələlər, politoloji məsələ, politologiya. Qismət elə gətirdi ki, bizim yolumuz jurnalistika fakültəsindən düşdü. Hətta buna görə bir balaca fikirləşirdim ki, bəlkə getməyim, gözlüyüm növbəti il politologiyaya qəbul olum. Amma sonra baxdım ki, jurnalistika və politologiya demək olar ki, bir-biri ilə iç-içə bağlıdırlar, yəni tamamlayan məsələlərdir və siyasi məsələlərdən yazan, işıqlandıran bir jurnalist olaraq bu məsələlərlə məşğul olduq. Daha sonra da bir qədər də bu məsələləri deyək ki, ictimai təşkilat yaradaraq bir qədər bunun tempini artırdıq. Siyasi şərhçi kimi olan verilişlərdə, müsahibələrdə bu məsələlərə diqqətimizi artırdıq. Bax, beləcə. Amma mən yenə də deyirəm, siyasət və geosiyasət hər zaman mənim üçün xüsusi maraq kəsb edən bir məsələ olubdur. Əlbəttə, bu günlərin siyasi arenada Respublikamızın nüfuzunun günbəgün artdığı bir zamanda böyük tarixi bir qələbəmizlə yaşamaq şansını bizə bəxş edən ilahinin, xalqımızın, dövlətimizin, bugün qarşısında boyun yükümüz olan şəhidlərimizin, qazilərimizin çox böyük dəyəri var. Şübhəsiz ki, bir jurnalist kimi, bir insan kimi sizin bu sahədəki fəaliyyətləriniz bizim üçün çox maraqlıdır. Həm də ona görə maraqlıdır ki, sizin fəaliyyətinizdən gənclərimiz də nümunə götürür.
Buyurun zəhmət olmasa bu sahəyə fikir. Təşəkkür edirəm. Çox yüksək qiymət verdiniz. Mən minnətdaram sizə. Belə bir çalışmalarımız diqqət cəlb edirsə, mənim üçün çox xoşdur bu məsələlər. Mən qeyd edeyim ki, tələbəçilik vaxtıda, gənclik çağlarında da mən hər zaman gənclərlə, tələbə gənclərlə çalışmağa üstünlük vermişəm. Hətta qeyri-hökumət təşkilatımızı da gənc dostlarla bir yerdə yaratmışdıq o zaman, 2005-ci ildə. Və fəaliyyətimdə gənclər məsələsi hər zaman önəmsəmişəm, ön yerlərdə olubdur və Bakı Dövlət Universitetində də artıq dərs deyəndən sonra tələbələrlə bu ünsiyyət daha da genişlənibdir. Hesab edirəm ki, bir belə deyək də, bu cəmiyyətdə çalışan müəyyən o fəaliyyətləri həyata keçirən bir şəxs olaraq gənclərə hər zaman örnək olmağa çalışmaq lazımdır. Təbii ki, müəyyən fikirləri söyləyib çağırış etmək bu önəmli bir məsələdir. Yol göstərmək önəmli bir məsələdir. Necə ki, bizlərə zamanında bizim böyük ziyalılarımız, müəllimlərimiz, ustadlarımız yol göstəriblər, yolumuza işıq salıblar, dəstək olublar. Bugün də o işlərdə müəyyən qədər, mümkün olduğu qədər də biz həyata keçirməliyik. Buna da çalışırıq. Amma mən düşünürəm ki, daha çox belə deyək də, çağırış etmək, çıxışlar etmək öz yerində, amma həm də öz fəaliyyətinlə də örnək olmağa çalışmalısın. İndi nə dərəcədə bununla örnək ola bilirəm, onu bizim gənclər özləri söyləyə bilər, tələbələrim söyləyə bilərlər. Amma buna çalışıram, açıqcası. Mübariz müəllim çox yaxşı məsələyə toxundu. Mənim üçün də çox önəmlidir. Bax, bu günlərim açıq mətbuat var, saysız hesabsız. Jurnalistəm deyən fəaliyyətdə olanlarımız var, peşəkarlarımız var. Nə üçün mən peşəkar sözünə çox maraqlıyam? Peşəkar kimdir? Düzgün sənət seçəndir, onun sirlərini biləndir, onu gözəl təbliğ etməyə bacarandır, özündən sonra varislər yaradandır. Bax, sizin fikriniz ona görə bizim üçün və gənclər üçün, ümumiyyətlə cəmiyyət üçün çox maraqlıdır ki, bugün həqiqətən özünü dırnaq arası deyəkmi, ya necə, mən yazaram deyib, jurnalistəm deyib, müxtəlif yazılarla görürsən ki, xoşa gəlməyən etik normalardan kənar yazılarla çox rastlaşırıq. Amma istəyirdim ki, siz bax, bir peşəkar kimi, bilirsiniz niyə görə bunu fikirləşirəm? Hər bir insanımızda belə bir fikir var ki, hər sözün düzünü qəzet deyər, jurnalda yazarlar, yaxud ki, televiziyadan biz öyrənə bilərik. Ona görə bizim auditoriyamız çox genişdir və buradan aparılan maariflənmə işinin mən çox böyük əhəmiyyətini hiss edirəm. Buyurun, zəhmət olmasın. Təbii, jurnalistikanın 3 əsas dəyişməz prinsipi var. İndi gedişatda bu internet, sosial şəbəkələr, yenisi də əlavə olunub bu süni intellekt. Bunu dəyişəcəkmi, dəyişməyəcəkmi, onu gələcək göstərəcək. Amma bugün üçün onlar hələ ki dəyişmir. Bu məlumatlandırmaqdır, xəbərləmək, xəbər vermək, maarifləndirməkdir və əyləndirməkdir. Təbii ki, bu əyləndirmək də bizim indi bəzi səviyyəsiz verilişlər şəklində deyil də, yəni həm də orada, bəli, ən birinci iş xəbər çatdırmaq, məlumatlandırmaq olduğuna görə və hazırda Azərbaycan mediası da bu işi yüksək səviyyədə həyata keçirir, məlumatlandırmaq hissəsində və mən hesab edirəm ki, həmkarlarımızın bu şəkildə bu istiqamətdə olan əməyini qiymətləndirmək lazımdır. Hə, axsaqlıqlar, çətinliklər varmı? Var. Bütün hər bir işdə, hər sahədə olduğu kimi burada da var. Amma ümumən nəticələr göz önündədir. Xüsusən biz 2-ci Qarabağ savaşında, Azərbaycan jurnalistlərinin informasiya savaşında Ali Baş Komandanın qalib Müzəffər Ali Baş Komandan İlham Əliyevin fəaliyyətini işıqlandıraraq, çıxışlarını, ondan sonra dövlətin qoyduğu əsas istiqamətləri jurnalistlərin yerli və dünya ictimaiyyətinə çatdırması birmənalı şəkildə təmin olundu. O ki, qaldı maarifləndirmə hissəsində. Burada da Azərbaycan mediası, jurnalistləri çox vətənpərvər bir şəkildə, mən sizə deyim ki, Azərbaycan jurnalistləri həqiqətən vətənpərvərdir. Bəlkə də bizim 30 illik torpaq işğalı məsələmiz, Qərbi Azərbaycan həsrətimiz bu məsələlərə çox böyük təsir eləyibdir ki, biz toplum olaraq bu qədər həm də vətənpərvərlik məsələsinə köklənmişik. Düzdür, tarixdən gələn məsələlərimiz də var, öz soykökünə bağlılıqdan və s. məsələlərdən, amma o torpaq həsrəti də bizi buna hazır saxlayıbdır. Azərbaycan jurnalistləri bir vətənpərvər media nümayəndələri, Azərbaycan Respublikasının vətənpərvər vətəndaşları olaraq çox yüksək səviyyədə bu maarifləndirmə işində də həyata keçirirlər.
Burada mən düşünürəm ki, daha çox çalışmağa ehtiyac var. Yazılı mətbuatın dövrü keçir artıq. Yəni zəifləyir. Qəzetin yazdığını oxucu alıb oxuyana qədər saytlar, sosial şəbəkələr sürətli şəkildə informasiyanı yayırlar. Yəni telefonda insanlar hər bir informasiya əl çatandır. Bu mənada mən düşünürəm ki, xaricdən gələn o kütləvi mədəniyyət, dırnaqarası mədəniyyət də çox ciddi təsir eləyir və biz təbii ki, çalışmalıyıq ki, jurnalistlər olaraq mən özümü də bu siyahıdan çıxartmıram. Crossmedia.az analitik informasiya portalının baş redaktoru olaraq hesab edirəm ki, daha çox maarifləndirici məsələlərə ehtiyac var. Verilişlər olsun, məqalələr olsun, müsahibələr olsun. Biz zənn etməməliyik ki, qalib olmuşuq və bundan sonra artıq milli mənəvi dəyərlərə, milli kimliyimizə, tariximizə daha az diqqət ayırmalıyıq. Xeyr, əksinə daha çox diqqət ayırmalıyıq. Siz özünüz də bir peşəkar olaraq yəqin diqqət edirsiniz ki, 2-ci Qarabağ müharibəsindən sonra biz antiterror tədbirlərindən sonra və Azərbaycan ərazi bütövlüyünün suverenliyini bərpa edəndən sonra üzərimizə daha çox gəlməyə başlayıblar. Ona görə mən düşünürəm ki, daha çox iş görülməlidir. Çox maraqlıdır. Elə bu sözün bu yerində bilirsiniz, bizim uğurumuz, mən onu hər çıxışımda deyirəm, hər görüşümdə deyirəm ki, biz xoşbəxt bir xalqıq. Bilirsiniz nədən? Bizim yerləşdiyimiz geosiyasi zona. Bu 38-42-ci en dairəsidir də. Bu si enerjini aktive edir, müsbət enerjini. Bax, ona görə bizdə hər sahədə, elmdə, mədəniyyətdə, digər tarixsə bizim çox qiymətli elm adamlarımız var. Dünya şöhrətli alimlərimiz var. Bu bizim uğurumuzdur əslində. Və bizim bir uğurumuz da ondadır ki, bayaqların yaşadığımız əsrdə era. Bu Türk erasıdır. Türk dünyasının sınaqlarıdır. Və böyük bir qlobal sahədə aparılacaq işlərdir. Və sizin də fəaliyyətin bir qolunu bu sahə təşkil edir. İstərdim ki, bu barədə. Çox doğru qeyd edirsiniz. Müasir dövrdə biz bu çalışmalara və cəmiyyəti təşkil etmə, formalaşdırma baxımından bizim ziyalılarımızın da bir qoyduqları ənənə vardı. Klassiklərimizin, Azərbaycan mətbuatının banı Səhsən bəy Zərdabinin, ondan paralel Əli bəy Hüseynzadə, Əhməd bəy oğulların, Məhəmməd Rəsulzadənin və daha sonraki məqamlarda Cəlil Məmmədquluzadə və digərlər, Üzeyir Hacıbəyli, onlar çox nəhəng şəxsiyyətlər olublar. Onlardan sonra, hətta Sovet dövründə də Azərbaycan jurnalistikasının, Azərbaycan ictimai fikrinin çox böyük, onların da təsir olub və Sovet dövründə də bizim çox böyük ziyalılarımız olublar. Onlar Sovet qadağalarına baxmayaraq Azərbaycan dilini, tarixini, kimliyini yaşadıblar. Yəni bunları Səməd Vurğun olsun, Bəxtiyar Vahabzadə olsun və bütün digərləri, yəni bu şəxsiyyətlərin hər birisinin biz mütləq qiymətini verməliyik və veririk də. Və müasir dövrdə 90-cı illərdən üzübəri də bizim ziyalılarımız bu istiqamətdə çalışmalar olubdur. İndi müasir dövrdə də yenə də o çalışmalar davam edir. Bilirsiniz, indi informasiya o qədər sürətlə yayılır ki və sizə deyim ki, elə bir yalan bir şəkildə şəkillər, videolarla da onu bəzəyə bilirlər ki, bunun çox təhlükəli bir tendensiyadır. Bu göstərir ki, artıq biz 2 qat enerji ilə və çalışmalarla bu məsələlərdə fəaliyyət göstərməliyik. Mütləq və bir mənalı. Bilirsiniz, elə son müasir bir məsələ haqqında istəyərəm fikir söyləyək. Yəni biz hər birimizdə ümumiyyətlə təhsil sistemində mən hər dəfə bu barədə danışıram. Biz məmnuniyyətlə o yenilikləri qəbul etməklə maraqlıyıq. O yeniliyi ki, biz onu praktik şəkildə həm nəzərə, həm araşdıraq və onu elə qəbul edək ki, o bizim təhsil sistemimizə, cəmiyyətimizə uğur gətirsin, xeyir gətirsin, yaradıcılıq işini daha da sürətləndirək. Bilirsiniz ki, son dövrlərdə daha çox işlənən bir ifadə var, süni intellekt və s. və ilə axıra. Bundan müxtəlif yanaşmalar var. Mən də bir pedaqoq ki, ona öz yanaşmamı bildirmişdim. Çox qısa bir rolikdə verib televiziyonu. Deyirəm ki, hər bir insana bir var ki, nəysə bunu et, deyək. Bir də var ki, əgər insan ona öz yaradıcılığını, öz baxışını ora tətbiq edirsə, tədqiqat aparırsa və son nəticəni görə bilirsə, bax, budur xeyrimiz. Bizim üçün maraqlıdır.
Mübariz müəllim, bax bu günlərim bu məsələ çox sürətlə getdiyi bir halda müxtəlif fikirlər formalaşır. Yəni biz normal insanımızın fikirlərini, şuurun məhsuluna Bəli. biraz uzaqlaşıb bu sünilərə daha çox qatılsaq, bu bizə nə verər? Və yaxud da biz buna necə ehtiyatla yanaşaq ki, biz öz mənəvi varlığımızı, maddi abidələrimizi, hər bir halımızı qoruya bilək. Zəhmət olmasın. Diqqətlə bu işləri həyata keçirməli. Biz müasir dünyadan geri qala bilmərik. Təbii. O dünyanın tərkib hissəsiyik. Şübhəsiz. İnternetdir, sosial şəbəkələrdir, süni intellektdir. Bunlar həyatımızın, ağıllı telefonlardır. Bunlar həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilir. Biz bunlardan yayına bilmərik. Lakin biz həm də bunların dağıdıcı məsələlərinə də aludə olub qala bilmərik. Şübhəsiz. Sosial şəbəkələr, məsələn, deyək ki, təbii fikirlərimizi ifadə edirik, yüzlərlə, minlərlə insan bundan faydalanır, amma həm də qarşı tərəf bizə qarşı buna istifadə edə bilir. Süni intellektlə bağlı, yəni süni intellekt, mən sizə deyim ki, mən öz hazırda çalışdığımız redaksiyada süni intellekt bizim çalışmalarımızda çox böyük köməkliklər etməkdədir. Hə, problem yaradırmı? Yaradır. Ona görə də mən düşünürəm ki, fake informasiyalardır, ondan sonra yayılan yalan məlumatlardır. Bunlarla bağlı məsələlərdə diqqətli olmaq lazımdır. Maarifləndirməni genişləndirmək lazımdır. Media savadlılığını artırmaq lazımdır. İnsanlar bilməlidirlər ki, bu yayılan məlumatlar yalandırmı, doğrudurmu, bunun mənbəyinə baxmaq önəmlidir. Yəni bu media savadlılığında şərtlər var. İndi o məlumatı yayan hansı mənbədir, o hansı sayta istinad eləyibdir, açıqlama rəsmi qurumdan mı gəlibdir? Bu məsələlərə görə biz çox diqqətli olmalıyıq. Mən hesab edirəm ki, amma biz müasir, modern dünyada yaşayırıq, bunun tələblərinə əməl edirik və öz milli kimliyimizi, tariximizi, keçmişdən gələn məsələlərimizi, ənənələrimizi yaşadaraq müasir dövrdə, müasir şərtlər çərçivəsində gələcəyə doğru inamla, qətiyyətlə və güclü bir dövlət olaraq, xalq olaraq Ali Baş Komandan, Müzəffər Ali Baş Komandanın da rəhbərliyi altında irəliləyirik. Şübhəsiz. Mən çox təşəkkür edirəm. Çox sağ olun. Siz bugün redaksiyamıza gəldiniz. Çox maraqlı bir müsahibsiniz. Minnətdaram. Və son olaraq mən də bu fikrə razılaşmaq istəyirəm və tamaşaçılarımıza müraciətlə demək istəyirəm ki, bəli, bizim çox güclü bir dövlətimiz var. Çox müqəddəs hisslərlə yaşayan xalqımız var, ətrafımız var. Və bizim böyük insan sevgimiz var. Bu insan sevgisini Dədə Qorqudun dili ilə bir ifadə yazmışdım. Deyir ki, ey insanlar, gəlin birləşək nar kimi. Nar içində olan dənələr kimi. Nar içində dənələr bir-birini qoruyur. Ara kəsmə pərdə dənələri qoruyur. Qoruyanlar qorunur. Bəli, həqiqətən də bizim qarşımızda çox ciddi məsələlər durur. Bizə böyük bir qələbəyə imza atmış biz xalqıq. Amma bütövlükdə kimi qələmi ilə, kimi sözü ilə, kimi işi ilə, kimi duası ilə bu qələbənin qorunması öz töhfələrini verəcək. Və bu barədə sizin fəaliyyətiniz, yetişdirici gənclərin rolu əhəmiyyəti böyükdür. Sizə uğur arzulayıram və təşəkkür edirəm. Təşəkkür edirəm. Mən də sizə uğurlar arzulayıram. Minnətdaram. Sağ olun.